Son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin artmasına səbəb olub. Hazırda bunu çayın Salyan rayonundan keçən hissəsində daha aydın müşahidə etmək mümkündür. Çayda axının sürətlənməsi və suyun səviyyəsindəki artım xüsusilə sahilboyu ərazilərdə yaşayan sakinləri narahat edir. Sakinlərin sözlərinə görə suyun artımı davam edərsə yaxın günlərdə qurund sularının səviyyəsi daha da qalxa bilər. Artıq Kür çayına yaxın yerləşən bəzi həyətlərdə qurund sularının toplandığı bildirilir. Bu isə təsərrüfat sahələri və yaşayış evləri üçün müəyyən çətinliklər yaradır. Həyətimiz qurund suları altında qalıb. Kürün səviyyəsi də get-gedə artır. Kürün səviyyəsi artdıqca da həyətdə sular artır, çoxalır. Həyətdə olan meyvə ağacları, ondan sonra dekorativ ağaclar hamısı yanıb. Digər sakinlər də mövcud vəziyyətin onları narahat etdiyini deyir, aidiyyatı qurumların qabaqlayıcı tədbirlər görməsinin vacibliyini vurğulayırlar. İllərdə, son aylarda Kür bir neçə dəfə qalxıb yatıb, amma bu dəfə çox sürətlə qalxır. Hətta keçən ay biraz qalxmışdı, ondan da çox qalxıb. İndi mən axşam baxdım, dünəndən bəri heç olmasa bir 60 sm qalxıb. Bu da hazır o bənd vurublar, bəndə qədər gəlib çıxıb, bəndə qədər gəlib çıxmağı da həyətlərdə zinət suyunun əmələ gəlməsini yaradır. Əkdiyimiz barbarat görsən əldən gedir. Adi bir, məsələn, suyun qıraları motorlar qoymuşlar. Çəkirik dala, çəkirik qabağa, əziyyət çəkir insanlar. Ona görə bu haqda gərək bir xarici təşkilatlar bir tədbirlər görsünlər ki, cəmaət rahatdan. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Kür çayının riskli hesab olunan bənd hissələrində bərkitmə işləri aparılır. Kür Araz çaylarında bəndlərin istismarı idarəsinin əməkdaşları xüsusi texnikalar vasitəsilə sahilboyu ərazilərdə mühafizə tədbirlərini davam etdirirlər. Biz hal-hazırda Salyan rayonunun Bazar məhəlləsi deyilən yerdə bəndlərin istismarı ilə və hündürləşdirməyi ilə məşğuluq. Hal-hazırda işlərimiz davam edir. Heç bir təhlükə yoxdur, hər şey öz qaydasındadır. Yəni hər hansı bir təhlükədən? Yox, təhlükə yoxdur, şükür Allaha, yaxşıdır vəziyyət. İşlərimiz davam edir. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında sulardan istifadəyə və mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, hazırda Kür çayında vəziyyət nəzarət altındadır. Qurum tərəfindən çay boyu ərazilərdə monitorinqlər davam etdirilir, suyun səviyyəsindəki dəyişikliklər mütəmadi izlənilir. Ölkə ərazisində yağan normadan artıq yağışlar səbəbindən hazırda Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 10 cm artaraq 815 cm, Neftçala rayonu ərazisində 2 cm artaraq 295 cm olaraq qeydə alınıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin əməkdaşları tərəfindən çaylarda mütəmadi müşahidələr aparılır, məlumatlar agentliyin aidiyyatı tabeli təşkilatları və aidiyyatı qurumlara təqdim olaraq nəzarətdə saxlanılır. Qeyd edək ki, son günlər yağan yağışlar nəticəsində regionun bir sıra çaylarında sululuq artıb. Elvin Qudrətov, Səmil Quliyev, Bugün İnformasiya proqramı üçün.